Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli cəmaət, hörmətli qardaşlar. Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh, şəriət dərslərimizə davam edirik. Bugünkü mövzumuz imam ilə İmamın arxasında dayanan şəxslərin niyyətlərinin fərqli olması haqqındadır. Cəmaət namazında insanlara imamlıq edən şəxs ilə ona arxada tabi olan şəxslərin niyyətlərinin fərqli olması haqqındadır. Alimlər və elm əhli namaz qılarkən imam ilə İmamın arxasında dayanan cəmaatın niyyətlərinin eyni olmasının məşru olmasında heç bir ixtilaf və fikir ayrılığı yaşamamışlar. İstər fərz namaz olsun, istərsə də sünnət namaz olsun. İmam ilə imamın arxasında dayanan şəxslərin niyyətlərinin eyni olması bizim şəriətimizdəndir. Allah Teala'nın buyruğudur. Bunda heç bir ixtilaf, fikir ayrılığı yoxdur. Sonra elm əhli ixtilaf edib ki, əgər imamın niyyəti ilə, imamın niyyət edib qıldığı namazla, imamın arxasında dayanıb, niyyət edib namaz qılan şəxsin niyyəti fərqli olarsa, bu halda necə? Doğru olan budur ki, imamın niyyəti ilə imama tabi olan şəxslərin niyyətinin eyni olması şərt deyildir. Alimlər və elm əhli doğru olan görüşə görə bunu şərt qoşmamışlar. Mütləq imamla, imamın arxasında dayanan şəxsin niyyəti eyni olmalıdır. Belə bir şərt yoxdur. Bu İmam Şafinin və İbn Həzmin, eləcə də başqa alimlərin görüşüdür. Buna dəlil Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bu hədisidir. İnneməl ə'məlu bin niyyət və innəmə likulli imri'in mə nəvə. Həqiqətən də əməllər niyyətlərə görədir. Hər kişiyə özünün niyyət etdiyi vardır. Yəni, imam nəyə niyyət edibsə, ona o əməlin savab mükafatı, arxadakı nəyə niyyət edibsə, o əməlin savab mükafatı. Bu hədis Peyğəmbər sallallahu aleyhi və səlləmlə açıq-aşkar bizə öyrədir ki, hər bir şəxsə onun niyyətinin savabı vardır. Yəqin şəkildə imamın niyyəti o namazının səhih olmasını göstərir. Mə'mumun imamın arxasında olan şəxsin niyyəti onun namazının səhih olmağını göstərir. Onlar arasında heç bir əlaqə olmağına ehtiyac yoxdur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, imam ona tabi olunmaq üçün qoyulub. Ona müxalif, əks olmayın. Bu aiddir zahiri əməllərə. Niyyətin yeri qəlbdir. Qəlbi əməllərə yox. İmamı zahiri əməllərdə müxalif olma. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o rükû etdikdə sən də rükû et. O rükûdan qalxdı, sən də rükûdan qalx. O səcdə etdi, sən də səcdəyə get. Elə ki, oturub namaz qılır, sən də otur namaz qıl. Bu əməllərdə imama müxalif olmaq olmaz, o əks olmaq olmaz. İmam rüküyə əyildi, arkadaşlar da rüküyə əyilməli. İmam rüküdən qalxdı, arkadaşlar da rüküdən qalxmalıdır. Bu əməllərdə. Amma niyyətlərin fərqli olmağı, ixtilaf, imama əks olmaq sayılmır. Elm əhli yanında olan ən üstün görüş də məhz budur. Sonra bəzi hallar vardır ki, imama tabi olan şəxs ilə imamın niyyətləri fərqli ola bilir. Birinci hal, fərz namaz qılan şəxsin arxasında nafilə namaz qılmaq. Fərz namaz
qılan şəxsin arxasında sənin dayanıb nafilə namaz qılmağın icazəlidir. Elm əhlinin əksəriyyətinin üstün görmüş olduğu görüş, eləcə də 4 böyük imamın, İmam Əhməd, İmam Malik, İmam Əbu Hanifə, İmam Şafi icazəli olduğunu söyləyirlər. Əbu Zər radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, Keyfə əntə izə kənət aleykə umara'un yuəxirunə salətə an vaktihə əv yəmitunə salətə an vaktihə. Əgər sən namazları gecikdirib vaxtından gec qılan, yaxud da sonraya saxlayıb vaxtından biraz ötürüb qılan imamlarla qarşılaşsan, halı necə olacaq ey Əbu Zər? Əbu Zər radiyallahu anh deyir ki, mən ona dedim, ya Rasulallah, mədə tə'muruni, mənə nə tövsiyə edirsən? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, salli salətə li vaktihə, fə in ədraktəhə mə'hum fəsalli fə innəhə ləkə nəfilatun. Sən namazı öz vaxtında qıl. Öz vaxtında qıl. Əgər gəlib onların namaz qılmasına çatsan, o zaman onlarla da birlikdə qıl, bu sənə nafilə sayılacaqdır. Nafilə ibadət, nafilə namaz sayılacaqdır. Bu hədis onu göstərir ki, fərz namaz qılan cəmaatın arxasında sən nafilə namaz niyyəti ilə qoşula bilərsən. İkinci dəlil, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılıb çıxır, görür ki, 2 nəfər şəxs namaza qoşulmuyor. Onlara sual verir. Sizə nə mani oldu bizimlə bərabər namaz qılmadınız? Onlar deyirlər ki, ya Rasulallah, bizlər bu namazları evimizdə qılmışdıq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, belə etməyin. Əgər namazı evinizdə qılıb gəlmisinizsə, məsciddə cəmaata qoşulun və onlarla bərabər qılın, həqiqətən də bu sizin üçün nafilə ibadət sayılacaqdır. Fərzdən əlavə nafilə müstəhəb ibadət. Demək, nafilə namaz qılmaq niyyəti ilə fərz namaz qılan imamın arxasında namaz qılmaq olar. İkinci hal, nafilə namaz qılan imamın arxasında dayanıb fərz namazı qılmaq haqqında. Bu da icazəlidir. Fərz namaz qılan şəxs, nafilə namaz qılan imamın arxasında dayanıb qıla bilər. İmam nafilə namaza niyyət eləyir, o da fərzi qılmayıb, fərz niyyətinə ona qoşulur, onlar icazəlidir. Muaz ibn Cəbəl radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm ilə bərabər işa namazını qılırdı. Sonra gedirdi öz qövmünün yanına, onlara işanı təzdən qıldırırdı. Özü nafilə namaz niyyəti ilə, onlar isə fərz niyyəti ilə Muaza qoşulurdular. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin başqa əməlləri var ki, gələn səhabələrin, onlar nafilə namaz qılıblar, onlara fərz niyyəti ilə qoşulur. Eləcə də, məsələn, təravih namazı qılan imama, əgər bir insan məscidə gəlib, təravih namazı qılınmağına çatıb, lakin o işa namazını qılmayıb, həmin o təravih namazı qılan imama işa namazı niyyəti ilə qoşula bilər. İşa namazı niyyəti ilə təravih namazı qılan imama qoşula bilər. Bu da ikinci hal. Üçüncü hal, başqa bir fərz namaz qılan imama fərz namazı niyyəti ilə qoşulmaq. Bunun da 3 halı vardır. Birinci hal, fərzlərin rükətlərinin sayı eyni olmalıdır. Yəni, həm imamın qılmış olduğu fərz namazın rükətlərinin sayı, həm də imama tabi olan şəxsin qılmış olduğu fərz namazın rükətinin sayı eyni olmalıdır. Məsələn, bir insan zöhr namazını qılmayıb. Gəlib o asr namazı qılan imama qoşulub zöhr namazını qıla bilər. Zöhr namazını qılmayıb. Ya yatıb qalıb, ya unudub. Artıq asr namazın vaxtı daxil olub. İmam asr namazını qılır. O asr namazı qılan imama zöhr namazı niyyəti ilə qoşulur. Bu da icazəlidir. Yaxud da məsələn bir insan asrı qılmayıb. İşa vaxtında yadına düşüb ki, asrı qılmayıb. Aydındır. O zaman işa namazı qılan imama asr niyyəti ilə qoşula bilər. Bu da birinci hal. İkinci hal, imama qoşulan şəxsin qılmış olduğu namazların rükətlərinin sayı imamın
qılmış olduğu namazın rükətinin sayından çox olması. Məsələn, bir insan zöhr namazını qılmayıbsa, o gəlib, məğrib namazı qılan imama tabi olub zöhrü qıla bilər. İmamın məğrib namazı 3 rükətdir. Bu isə zöhrü və ya asrı qılmayıb, 4 rükətdir. Tabi olur, 3 rükəti imamla bərabər qılır, sonra imam salam verdikdən sonra qalxıb o 1 rükəti özü qılıb tamamlayır. Çünki zöhr və ya asr namazı 4 rükətdir. O, bu namazlardan birini qılmayıbsa, məğrib namazı qılan imama qoşula bilər. Baxmayaraq ki, niyyətləri də fərqlidir. Üçüncü hal, imama tabi olan şəxsin qılmış olduğu namazın rükətlərinin sayı, imamın qılmış olduğu namazın rükətinin sayından azdır. Məsələn, bir insan demək, imam qılır işa namazını. Adam da məğribi qılmayıb. Ona məğrib namazı niyyəti ilə qoşulur. Bu qoşulma baş verən zaman o imamla 3 rükəti qılır. İmam 4-cü rükətə qalxanda o yerində oturur. İmamın 4-cü rükət qılmağını gözləyir, salam vermir. İmam 4-cü rükəti qılır, oturur. Salam verdikdən sonra o da arxada salam verib, beləcə namazını tamamlayır. Məğrib namazı 3 rükət, 4 rükət işa namazı qılan imama qoşulduqda, imamla bərabər 3 rükəti qılır. İmam 4-ə qalxanda o 3-cü rükətdən qalmır. Artıq oturur yerində, sonda imamla bərabər salam verir. 4-cü hal, tam namaz qılan şəxsin qısaldıb qılan imamın arxasında namaz qılması. Bu da icazəlidir. Adam yerlidir, tam namaz qılır. İmam səfəridir, qısaldıb namaz qılır. Ona tabi ola bilər. Lakin tam namaz qılan yerli şəxs qalıb rükətlərin sayını tamamlayır. Məsələn, imam zöhr namazını qılır, səfərdədir 2 rükət. Sən yerlisən, o 4 qılmalısan. O 2 rükətdən qılıb salam verdikdən sonra qalxıb arxadakı şəxs namazı tamamlamalıdır. Və ya arxadakı şəxslər namazın 3-cü, 4-cü rükətini qılmalıdır. Heç biri bir-birinə tabi olmadan ayrı. Burada insanın niyyət edərkən şərt deyil ki, desin ki, mən tam qılacam, imamsa qısa qılır. Belə bir şeyə ehtiyac yoxdur. Demək, İmran ibn Hüseyndən rəvayət olan hədisdə deyir ki, Ғazavtu ma'a Rasulillahi sallallahu aleyhi və səlləm və şəhidtu ma'ahul fəth. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə döyüşdük və mən Məkkənin fəthində onun yanında oldum. Fəəqamə bi Məkkətə 18 leylətən la yusalli illə rək'ateyni. O 18 gün Məkkədə qaldı və namazların səfər qıldı. Yəni zöhrü, asrı, şanı 2 rükət qıldı. Yəqulu deyərdi, yə əhləl bələd, ey bu şəhərin sakinləri, sallu ərba'an fə innə qavmu səfəri. Siz 4 rükət qılın, biz müsafir cəmaatıq. Biz müsafir cəmaatıq, ey bizə tabi olanlar, siz 4 rükət qılın. 5-ci hal, salatu mən yaqsur xalfəl mutim. Qısaldıb namaz qılan şəxsin tam namaz qılan imama tabi olması. Bu da icazəlidir. Mən səfərdiyəm, namazımı qısaldmalıyam. İmam isə yerini tam qılır. Mənim ona tabi olmağım icazədir. Lakin lazımdır ki, imama tabi olan şəxs imamın qıldığı rükətlərə tamamlasın. İmam zöhrü, asrı, işanı 4 rükət qılır. Sən müsafirsən, o yerlidir. İmama 4 tamamlamağın lazımdır. Yəni 2-ci rükətdən oturub imam 3-ə qalxanda sən salam vermirsən, imama tabi olursan, bu zaman sənin üçün o əlavə qıldığın 2 rükət nafilə ibadət sayılır. Nafilə ibadət sayılır. Musa ibn Sələmədən rəvayət olunur ki, deyir, biz Abdullah ibn Abbasla Məkkədə olanda ona dedik, həqiqətən də biz sizlə bərabər olanda 4 rükət qıldıq. Lakin
səfərimizdə özümüz olanda 2 rükət qıldıq. Abdullah ibn Abbas deyir ki, bax bu Əbəl Qasimin sallallahu aleyhi və səlləmin sünnəsidir. Məkkədə Abdullah ibn Abbasla bərabər namaz qılana 4 qılırlar. Onlar müsafir, Abdullah ibn Abbas yeri. Deyir, ey Abdullah ibn Abbas, səndən 4 qıldıq, amma özümüz olanda 2 rükət qıldıq. Deyir ki, bu Əbul Qasim, yəni Muhammed sallallahu aleyhi və səlləmin sünnəsidir. Yəni, düzgün olan da budur. Sonra Abdullah ibn Ömərdən gəlir ki, "Ənəhu kana izə sallə ma'al imami yusalli arba'an." O yerli imamla namaz qılanda Abdullah ibn Ömər 4 qılardı. Və izə sallaha vahdehu salla rak'atayn. Özü tək qılanda isə 2 rükət qılardı. Əlbəttə səfərdə. Sonra Əbi Mucləzdən gəlir ki, mən Abdullah ibn Ömərə dedim, "Əl-musafiru yudriku rak'atayn min salatil qawmi." Etüczihi rak'atani ev yusalli bi salatihim. Müsafir şəxs gəlir, yerli imamın arxasında namaza dayanır. 2 rükət qılıb çıxması doğrudurmu, yoxsa onlarla bərabər 4 mü qılır? Deyir ki, fədahikə və qalə. Güldü və dedi ki, yusalli bi salatihim. Onların namazını qılsın. İmamın namazını qılsın. İmam 4 qılır, o da 4 qılsın. Ona görə dəyərli cəmaat, yerli imam nə qədər qılırsa, biz səfərdə olanda, ona tabi olanda o qədər qılırıq. Bu qədər Allah Subhanahu taala bizləri eşidib başa düşüb, faydalanan və ən gözələ tabi olan qullarından etsin. Bir şey də qeyd edək, burada müəllif ən sonunda qeyd edir ki, insanın bəzi namaz qılan imamlara tabi olub, onun arxasına dayanıb namaz qılması icazəlidir. Məsələn, bir adam qılınış şəkli fərqli olan bir namaza tabi olub, fərz namazını qıla bilməz. Məsələn, adam zöhrü qılmayıb. Aydındır. Gəlib çatıb, artıq məsciddə cənazə namazı qılınır. O cənazə namazına zöhr niyyəti ilə qoşula bilməz. Çünki cənazə namazında rükû yoxdur. Yəni, feil fərqlidir. İmamın feili ilə imama tabi olanın feilləri, hərəkətləri fərqlidir. Rükû yoxdur, rükûdan qalxmaq yoxdur, səcdə yoxdur. Aydın, amma zöhrdə isə var, tabi ola bilməz. Eləcə də bir adam zöhr namazı qılmayıbsa, xusuf və küsuf namazlarına tabi ola bilməz. Çünki onların da qılınma şəkli fərqlidir. Çünki burada imama tabi olanla imamın əməlləri fərqli və müxtəlifdir. Allah Teala ən gözəl, ən doğrusunu bilir. Subhanək Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.